Son bir neçə gündə Bakıda spirtdən zəhərlənərək ölənlərin sayı 20-ni keçib. Artıq prokurorluq orqanları araşdırma aparır. Ölümlərə səbəb olan spirtin markası müəyyən edilib. 50 qəpiyə satılan spirtləri əsasən tüfeyli həyat tərzi keçirənlər alıb içirlər. Əlbəttə ki, ucuz spirtlərin tərkibi həyat üçün təhlükəlidir. Spirtli içkilərin hazırlanmasında istifadə olunan yeganə spirt növü etil spirtidir. Bu etanol da adlanır. Etil spirti bitki və meyvələrin distillə edilməsi yolu ilə əldə olunur. Saxta spirtli içkilərin istehsalı zamanı bəzən metil spirtindən də istifadə edilir. Bu metilendir. Qoxu və dadı etil spirtindən fərqlənmir. Texniki spirt adından məlum olduğu kimi yalnız texniki məqsədlərlə, məsələn, boyaların istehsalında, nəqliyyatın əyləc sistemlərində istifadə oluna bilər. Onun istehlakı ağır zəhərlənmə, əlillik, hətta ölümə səbəb ola bilər. Zəhərlənmənin baş verməsi üçün 10-15 milli texniki spirt kifayətdir. Miqdar 30 milli olduqda ölümə səbəb olur. Spirtdən zəhərlənmənin ilk simptomları hiss edildikdə xəstənin mədəsi dərhal yuyulmalıdır. Zərər çəkmiş dərhal xəstəxanaya, toksikologiya şöbəsinə çatdırılmalıdır. Əgər spirtli içki çox ucuz satılırsa, tərkibindən şübhələnməyə dəyər. Ən yaxşısı isə alkoqoldan ümumiyyətlə imtina etməkdir.